Salam, xoş gördük sizi əziz müdavimlər. Bugün imtahanlarda, daha çox MİQ imtahanında istifadə olunan əməli yazı nümunələri mövzusuna baxacağıq birlikdə. Demək olar ki, bütün əməli yazı növlərinin izahını verməyə çalışacağam. Vaxt itirmədən başlayaq. Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Hər birinizə təşəkkür edirəm öncədən. Deməli, əməli yazı nümunələri içərisində başlayırıq biz ərizədən. Bilirik ki, ərizə sözü ərz sözündən götürülmüşdür və milli mənşəli deyil ərizə sözü. Bax, bu ərəb mənşəli sözdür. Bunu da yadda saxlayaq. Ərizə əməli yazıların ən sadə formalarından biridir. İki mənada işlənir. Bir, müraciət etmək, ərz etmək mənasında. Bir də müəyyən formaya malik olub rəsmi şəkildə yazılmış müraciət şəklində. Məzmununa görə ərizənin iki növü var. Bir var şikayət xarakterli ərizələr, bir də var xahiş etmək məqsədi ilə yazılan ərizələr. Deməli, məzmununa görə ərizənin iki növü var. Şikayət xarakterli ərizələr, bir də xahiş etmək məqsədi ilə yazılan ərizələr. Ərizələr müxtəlif məzmunlu olsa da formaca eynidir. Deməli, məzmun müxtəlif, forma eyni. Bir də baxaq. Deməli, ərizə əməli yazıların ən sadə formalarından biridir. İki mənada işlədilir. Həm müraciət etmək ərz mənasında, bir də müəyyən formaya malik olub rəsmi şəkildə yazılmış müraciət şəklində. Ərizənin iki növü var deməli. Bir var şikayət xarakterli ərizələr, bir də xahiş etmək məqsədi ilə yazılan ərizələr. Ərizənin müxtəlif məzmunu olsa da, formaca eynidir. Və əsas məqamlardan biri ərizəyə verilən tələblər hansılardır? Baxırıq. Birinci, ərizənin başlığı kimdən yazılması dəqiq olmalıdır. Məzmunu qısa, faktlar konkret olmalıdır. Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır. Ərizənin sonunda il, ay, gün və ərizəçinin şəxsi imzası qoyulmalıdır. Bir də baxaq. Deməli, tələblər hansılar oldu? Ərizənin başlığı kimdən yazılması dəqiq olmalıdır. Məzmunu qısa, faktlar konkret olmalıdır. Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır və sonunda il, ay, gün və imza qoyulmalıdır. Və ərizənin məzmunu müxtəlif olsa da, dedik ki, forma standartdır. Yəni, bu yazılış formasından kənara çıxmaq olmaz. Əgər ərizə sadə formadadırsa, fikir bir neçə cümlə ilə verilir. Mürəkkəb formasında isə bir sıra rəsmi sənədlərin də adı çəkilir. Onlara münasibət bildirilir. Rəhbərlikdən bu barədə göstəriş verilməsi xahiş olunur. Ərizənin yazılış forması necədir? Deməli, vərəqin əvvəlində abzasdan böyük hərflə təşkilatı və müraciət edilən şəxsin adı və soyadı qeyd olunur. Sətrin, yəni 2/1 hissəsi həcmində sağ tərəfdə. Kimdən formasında ərizəçinin adı, soyadı göstərilir. Üçüncü, vərəqin ortasında ərizə sözü yazılır. Təzə sətirdən qısa, aydın məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur və sonunda imza, yazılma tarixi. Baxaq indi, bax nümunə. Deməli, bax, sağ tərəfdə 2/1 hissədə nə yazılıb? Mingəçevir şəhəri 12 nömrəli məktəbində Riyaziyyat dərnəyinin rəhbəri Zemfira Məhərrəmovaya həmin məktəbin 7B sinif şagirdi Xəyal Musayevdən ərizə. Ortadan ərizə, vərəqin ortasından ərizə. Sonra təzə sətirdən qısa, aydın nədir? Mənim bu fənnə olan maraq və istəyimi nəzərə alaraq dərnəyə üzv qəbul etməyinizi sizdən xahiş edirəm. Və sonda ərizənin sonunda imza qoyulur. Bax, imzaya baxaq. Yazılma tarixi. Deməli, sol tərəfdən tarixi qeyd edirik. Solda tarix. Sağ tərəfdə imzanı qeyd edirik. Deməli, ərizənin yazılma forması bu şəkildədir. Əslində, izahatın da yazılma forması bu şəkildədir. İndi buna baxacağıq. Bax, fikir verin, bax, nümunə. İndi bax, bu yuxarıdakına baxırıq. Məsələn, burada da bir nümunə yaza bilərik. Məsələn, yazaq ki, Bakı şəhəri, məsələn, 129 nömrəli məktəbin direktoru, adını yazırıq, tutaq ki, məsələn, Məmmədova, məsələn, Mahirə tutaq ki.
Mahirəyə həmin məktəbin məsələn tutaq ki 11-ci sinif şagirdi Nazlı Cəfərovadan. Məsələn də indi bu bir tələsik yazdım bunu. Aha, sonra nədir ikinci? İkinci nə yazdıq? İkinci nə yazırıq bura? Ərizə. Ortadan ərizə. Aha, ərizə. Burada nə yazırıq üçüncü? Üçüncü məzmunun ki, mən nə istəyirəm? Məsələn, deyir ki, məni dərnəyə üzv qəbul etməyinizi xahiş edirəm. Aha, buradan tarixi qeyd edirik ki, məsələn 26 iyun 2026-cı il və imza burada imzada da bax həmin o Xəyal Musayev yuxarıda yazmışdıq. Burada da nümunədə elə yazmışdılar. Biz də nə yazmışıq bura? Nazlı Cəfərova yazırıq. Nazlı Cəfərova. Bax bu şəkildə ərizəni yazırıq. Yəni siz də nümunə olaraq yazıb daha dəqiq yadda saxlaya bilərsiniz. Aha. Keçdi izahata. Demək olar ki, bunlar hər ikisi eynidir, yazılış forması. İndi baxaq izahata. İzahatda necədir? Deməli, izahat da yenə ərəb mənşəli söz olub. İzah sözünün cəmi mənasını verir və bir məsələnin sözü ətraflı surətdə aydınlaşdırma. Yəni, izah eləyirəm, izahat verirəm. Şərh etmə, bəyan etmə mənaları özündə ihtiva edir. İzahat yazılı və şifahi olur. Deməli, izahat həm yazılı ola bilər, həm şifahi. Sadə ola bilər, həm də müfəssəl ola bilər. Yəni, həm sadə, həm geniş ola bilər. Aha, indi baxırıq. Bax, burada da yenə, bax, Bakı şəhəri, bax, fikir verin, bax, ərizədəki kimi, Kidəbli hissəsində. Bakı şəhəri 3 nömrəli məktəbin direktoru Həsən Vəliyevə, həmin məktəbin 9-a sinif şagirdi Murtuz Əliyevdən indi izahata. Yenə ortadan ərizə kimi izahat yazılır. Səhhətimlə əlaqədar olaraq bir gün dərsdə iştirak etməmişəm. Məni üzürlü hesab edərək dərsə buraxılmağım üçün göstəriş vermənizi xahiş edirəm. Yenə tarix solda, imza sağda. Bax, fikir verin. Eyni, ərizə ilə eynidir. Sadəcə orada ərizədə müraciət var. İzahatda isə o izah verir ki, bu məsələ niyə belə olub? Yəni, izahatda izah eləyir fikrin, ərizədə isə xahiş eləyir. Amma qalan hər bir şey demək olar ki, eynidir. Bütün yazılış, bax, burada da yenə yaza bilərəm. Sxemə, bax, özünüz də baxın sxemə. Deməli, birinci hissədə nə yazıram? İkidə bir hissəsində sağ tərəfdə. Bax, kimə ünvanlanıb və kimə və kimdən ünvanlanmağı, bax, birincidədir. Kimə, kimlə. Sonra, ikincidə ortada nə yazıram? İzahat sözü. İzahat ortada. Üçüncü, izahatın məzmunu, yəni nə istəyirəm? Nə istəyirəmsə, nə izah verirəmsə, hamısı bu istiqamətdə, bu sətirdə yazılır. 4-də, deməli, mən tarixi qeyd eləyirəm. 5-də imzamı çəkirəm. Aha, deməli, bu şəkildə hər bir şey demək olar ki, eynidir, bir məzmunları fərqlidir. Ərizə və izahatın hər bir şeyi eynidir. Oxşardır, yəni. Aha, sonra gəlir Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək üçün, kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilir. Bir arayışda bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür. Lakin mürəkkəb məzmuna malik olan arayış növü də vardır. Belə arayışa təşkilatlar bir-birinə təqdim edir.
Çox zaman burada müəyyən bir hadisənin gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. Arayışın özünə məxsus yazılma forması var. Deməli, arayışın yazılma forması necədir? Vərəqin yuxarı hissəsində, ortada böyük hərflə arayış sözü yazılır birinci. Vərəqin sol tərəfində, üst küncdə idarənin ştampı olur. Və ştampın aşağı sətrində arayışın nömrəsi və verildiyi tarix, gün, ay, il qeyd olunur. Aşağıda mətnin məzmunu verilir. Yuxarıda arayışın təqdim olunduğu yer göstərilir. Sonda arayışı təsdiq edən idarə rəhbərinin titulu, soyadı bütöv şəkildə, adı və atasının adı ixtisarla yazılır. İmza ilə təsdiqlənir və möhür vurulur. Deməli, vərəqin yuxarı hissəsində ortada nə yazdım? Vərəqin yuxarı hissəsində ortada arayış yazdım. Sonra sol tərəfdən üst küncdə idarənin ştampı. Bax burada sol tərəfdə nə oldu? Ştamp. Aha, ştampı və ştampın aşağı sətrində arayışın nömrəsi falan bunlar qeyd olunur. Və bax arayış verilir Ağayev Nadir Həsənoğluna ondan ötürü ki, o həqiqətən 18 dekabr 1992-ci ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olmuşdur və hazırda Suraxanı rayonu Ziya Bünyadov küçəsindəki 67 nömrəli evin 16-cı mənzilində yaşayır. Aha. Sonra məzmunu da verildi. Bax, 45 nömrəli məktəbə təqdim olunmaq üçün verilir. Bax, təqdim olunduğu məzmunun sonra təqdim olunduğu yer göstərilir. Bax, fikir verin. Təqdim olunduğu yerdə, bax, sol tərəfdədir yenə. Sonda arayışı təsdiq edən rəhbərin titulu, bax, bu da artıq sağ tərəfdədir, fikir verin. Aha, sağ tərəfdə qeyd olundu. Mis rəisi Məmmədov. Baxın, mis rəisi Məmmədov. Bu şəkildə və burada da, bax fikir verin, o biri izahat və ərizədəki kimi, burada da imza sondadır. Bax, bəzən düşə bilir testlərdə, burada da imza sonda qeyd olunub. Aha, deməli, bir də baxaq, deməli arayış, vərəqin yuxarı hissəsində ortada arayış sözü yazılır. Sol tərəfində ştamp, idarənin ştampı, ştampın aşağı sətrində arayışın nömrəsi, sonra ay gün təqdim olunur, aşağıdakı mətnin məzmunu verilir, hara təqdim olunacaq o göstərilir, sonda titulu, imza atılır, atasının adı yazılır. Fikir verin, burada yeni sxem var. Yəni biz bu sxemdə necə ki onu öyrənməliyik. Aha, indi gəlin elə biz də bu şəkildə yazaq görək necə yazırıq arayışı. Əvvəlcə buradan yazırıq arayış sözünü. Öyrənmək üçün yazaq. Arayışı yazdıq buradan. Aha, sonra burada ştampı, idarənin ştampı buradan. Ay, üzr istəyirəm, bu getdi. Aha, deməli arayışı yazdıq. İndi arayış sözünü yazdıq. Burada ştamp, idarənin ştampı. İdarənin ştampı burada. Aha, sonra. Məsələn, indi burada məsələn arayışda nə qeyd olunur? Məsələn, verilir bir şəxsiyyət vəsiqəsini təsdiq edən sənədin üzüdür da, necə deyirlər. Aha, indi bu kimə verilir? Məsələn, verilir. Məsələn, Natiq Həsənoğlu. Natiq, qoy soyadını da qeyd eləyək. Tutaq ki, bir soyad seçək. Məsələn, Mehdiyev. Natiq Həsən oğluna ondan ötürü ki
Ondan ötürü ki, o həqiqətən, məsələn, o həqiqətən 24 iyun 2003-cü ildə Bakı şəhəri Nizami rayonunda anadan olmuş və hazırda, baba yer çatmır, buna şahid edin. Və hazırda elə həmin rayonda, yenə də Nizami rayonunda Qara Qarayev prospekti 125A, tutaq ki, mənzil 87-də yaşayır. Bax, bu şəkildə bunu yazıram. Təqdim olunmaq üçün hara verilir? Məsələn, təqdim olunmaq üçün verilir 146 nömrəli məktəbə təqdim olunmaq üçün verilir. Bunu yazdıq. Aha, sonra məsələn burada yazaq ki, rəisi kimdir bu? Tutaq ki, məsələn bir dənə ad familiya yazaq. Nərimanov. Tutaq ki, bir ad familiya yazaq. Bax, bu şəkildə. Bu da nə oldu? Bu da arayışın yazılma. Yəni, özünüzdə yazın ki, daha yaxşı öyrənə biləsiniz. Adam özü yazanda daha yaxşı öyrənir. Aha. Sonra gedək tərcümeyi hala. Tərcümeyi hal ərəbcə tərcih, yəni geri çevirmə, təkrar etmə, hal, surət sözlərinin birləşməsindən düzəlmişdir. Tərcümeyi hal nədir? Yəni insanın özü haqqında məlumatıdır. Tərcümeyi hal. Tərcümeyi hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir. Yəni bilirsiniz ki, tərcümeyi halı ən rahat yazılan bir əməli yazı növüdür. Və tərcümeyi hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyi halda şəxs özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər ata və anası, ailə üzvləri haqqında da məlumat verir. Tərcümeyi hala verilən tələblər nədən ibarətdir? Birinci, tərcümeyi hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində yazılır. Baxın, başlıq kimi nə yazılıb? Yazılıb tərcümeyi hal. Tərcümeyi halda şəxsin adını, atasının adını, soyadını, doğulduğu günü, ayı, ili, yeri, şəxsiyyət vəsiqəsində olduğu kimi göstərir. Yəni necədir? Neçənci ildə anadan olmuşam? Mən Əliyev Məmməd Həsənoğlu 21 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə Bakı şəhərindəki 150 saylı məktəbin 1-ci sinifə daxil olmuşam. 2008-ci ildə həmin məktəbi bitirmişəm. Sonra hara daxil olmuşam, haranı bitirmişəm. Bax, bunlar qeyd olunur. Sonra ailə nailiyyətləri sadalanır, harda oxuyub, nə işlər görüb. Sonra bax, ailəsi haqqında. Ailəmiz 4 nəfərdəndir. Və o ailədə kimlər ki var? Məsələn, atam filankəs, o da neçənci ildə anadan olub. Məsələn, atam 1965-ci İsmail rayonunda anadan olub deyir. Qarabağ döyüşlərində iştirak edib 91-92-ci ildə və 2-ci dərəcəli müharibə veteranıdır. Bax, bunlara fikir verin. Bax, bunlar da qeyd olunur. Sonra anası haqqında, bax, anam Ofeliya Cümşid qızı Əliyeva, bax, fikir verin. Sonra bacım haqqında Tünzalə Kərim qızı Əlisoy və sonda tərcümeyi hal şəxsin öz xətti ilə yazılır. Sonda imza qoyulur, yazılma tarixi. Baxın, imza qoyulub. Nə vaxt? 20 dekabr 2010-cu il. İmza da yenə ad, soyad, atasının adı qeyd olunur. Bax, tərcümeyi halda çox rahatdır. Yəni gördüyünüz kimi. Nə yazıram bura? Bura yazıram tərcümeyi hal. Tərcümeyi hal yazdım və mən kiməm məsələn? Mən tutaq ki, Məmmədova
Məsələn, Mahizər Yaqub qızı, məsələn, bir ad götür. Yaqub qızı 1996-cı il 1996-cı ildə məsələn Bakı şəhərində anadan olmuşam. Neçənci ildə məktəbə getmişəm, nə etmişəm və hal-hazırda məsələn müəllimə çalışıram. Neçə nömrəli məktəbdə müəllimə çalışıram. Təltiflərim, aldığım məsələn o bəzi sənədlər də göstərilə bilər. Yəni o tutaq ki, veterandırsa o göstərilə bilər və yaxud diplomları varsa yüksək səviyyəli onlar göstərilə bilər. Və sonra ailə üzvləri haqqında harda təhsil alıb, hansı universitetdə o göstərilə bilər və sonra ailə üzvləri, həmin ailə üzvləri hansı ildə anadan olub, sonra hansı ildə anadan olublar, yenidən onları da qeyd edə bilər ki, atam, anam, bacım, qardaşım buradakı kimi. Sonra yenə də solda tarix və sağda imza qeyd olunur. Xasiyyətnaməyə baxaq. Deməli, xasiyyətnamədə xasiyyət ərəbdir, namə fars sözlərinin birləşməsindən əmələ gəlib. Hər hansı bir şəxsin ictimai əmək fəaliyyətinin kollektivdəki yerini təsvir edən sənəddir və rəsmi sənəddir eyni zamanda və xarakteristikasıdır. Yəni, onun xasiyyəti nədirsə, bax, onlar qeyd olunur. Xasiyyətnamənin işlənmə dairəsi genişdir. Belə ki, işə, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə əməli yazın növü kimi rəsmi üslubda yazılır. Rəsmi üslub. Xasiyyətnamənin yazılmasına verilən tələblər hansılardır? Birinci, dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir. Xasiyyətnamədə bu və digər şəxsin ictimai fəaliyyəti, əxlaqi, siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır. Xasiyyətnamədə kimə və kimdən və haraya təqdim olunması göstərilir. Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur və yoxlanılır. Xasiyyətnamələr vahid formada yazılır. Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur. Xasiyyətnamənin ən azı 2 məsul şəxs imzalayır və müəssisənin möhürü vurulur. Ən azı 2 məsul şəxs onu imzalamalıdır, həcmi də 1-2 səhifədən artıq olmamalıdır və vahid formada yazılır. İndi baxaq. Bax, deyir, xasiyyətnamə verilir. Xasiyyətnamə yenə ortadan yazırıq. Xasiyyətnamə verilir 11-ci sinif şagirdi Salmanova Arzu Vaqif qızına. Salmanova Arzu Vaqif qızı 6-cı sinifdən bizim məktəbdə oxuyur. Həmin vaxtdan da mən onun sinif rəhbəriyəm. Oxuduğu müddət ərzində Arzu Salmanova özünü bacarıqlı, tərbiyəli, yəni tərifləyir. Ola bilər ki, mənfi rəylər də yazsın. Tanıtmışdır. O özünü intizamı ilə həmişə yoldaşlarına nümunə olmuşdur. Arzunun Azərbaycan dilinə olan marağı onun yoldaşlarına daha çox sevdirir. Bu maraq Arzunu Azərbaycan dilinə aid tədqiqat iş aparmağa gətirib çıxarmışdır. Bunun nəticəsidir ki, şagird Azərbaycan dilinin ləhcələri mövzusunda maraqlı bir məqalə yazmışdır. Salmanovanın bu istedadı ona Azərbaycan dili fənni üzrə olimpiyadada iştirak etmək hüququ verir. Deməli, bax, məktəbin direktoru, bir də məktəbin rus dili müəlliməsi. Bax, 2 şəxs var. Fikir verin, ən azı 2, yuxarıda nə qeyd olunmuşdu? Deməli, ən azı 2 məsul şəxs imzalar. Burada həm məktəbin direktoru, həm də rus dili müəlliməsi. Deməli, kimlər də olar? Məktəbin direktoru Qocayevdir, rus dili müəlliməsi də Kərimovadır. Yenə tarix 23 noyabr 2013-cü ildə. Yenə də sol tərəfdən, burada tarix sol tərəfdən qeyd olundu. Burada elə bir ki, xasiyyətnamədə əksinə oldu elə bir ki. Tarix sağ tərəfdədir. Bayaq, məsələn, bax, tarixə baxaq burada. Bax, tərcümeyi halda tarix bu tərəfdə idi, sol tərəfdə. Amma xasiyyətnamədə sağ tərəfdədir. Bax, buna da diqqət eləmək lazımdır. Yenə də, bax, nümunə kimi, məsələn, xasiyyətnamə yazılır buradan. Və yenə qeyd olunur ki, verilir filan kəsə, filan kəsə. Məsələn, yenə burada 2 məsul şəxsin
imzası olmalıdır. Məktəbin direktoru filan kəs, məsələn Azərbaycan dili müəllimi filan kəs və sonra burada tarix qeyd olunacaq. Bax bu şəkildə. Xasiyyətnaməmiz. Ən azı 2 məsul şəxs hansı əməli yazını imzalayır? Bu xasiyyətnamədir. Aha, hesabat. Deməli, hesabat da ərəbcə hesab sözünün cəmidir, hesabat. Və hesab sözünün cəm olmaqla müəyyən tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata yazılı və şifahi şəkildə, həm yazılı deməli, həm şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabata verilən tələblər hansılardır? Birinci, hesabat inandırıcı olmalıdır. Faktlar, rəqəmlər dəqiq olmalıdır. Təkrarlara, yorucu fikirlərə, yersiz statlara yol verilməməlidir. Hesabat ictimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır. Deməli, hesabat ictimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır. Hesabatın əvvəlində onu yazan şəxsin kimliyi haqqında qısa məlumat qeyd edilir. Altındakı sətrin ortasında hesabat sözü yazılır, sonraki sətirdə abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur, tərtib edildiyi tarix göstərilir. Baxın, nümunəyə baxaq. Azərbaycan Tək Mübarizə Fakültəsi Musayev 2010-cu il yanvar ayının 25-ə fevral ayının 15-nədək Türkiyənin Antalya Kurort şəhərində təlim məşq toplantısında iştirak etməsi haqqında hesabat. Fikir verin, burada da hesabat göstərilir, sonunda imza və tarix elə yan-yana da yazılır. Deməli, hesabat inandırıcı olmalıdır. Və hesabata baxaq, hesabata görə nə qeyd olunub burada. Göstərilən tarixdə biz Inter futbol klubunun gənclərindən ibarət komanda üzvləri yanvar ayının 25-dən səhər saat 10-da Antalya şəhərinə avtobusla yola düşdük. Səhəri günü yanvarın 26-sında günün ikinci yarısı saat 18:00-da orada olduq. Həmin gün oteldə gecələdik. Yanvarın 27-31-i hər gün günün birinci və ikinci yarısında məşqimiz Gəray Qarayevin başçılığı altında 4-5 saat məşq edirdik. Və fikir verin, hər bir şeydə, yəni nə ediblərsə, hamısı burada qeyd olunub. Yəni hesabat verir. Deməli, hesabat inandırıcı olmalıdır, faktlar və rəqəmlər dəqiq göstərilməlidir, təkrarçılığa, yorucu fikirlərə yol verilməməlidir, ictimai xarakter daşıyırsa qorunub saxlanmalıdır və sonda yenə də tarix və imza qoyulur. Aha. Baxaq rəyə. Deməli, rəy də ərəb sözüdür. Demək olar ki, bax nə qədər keçdik, əksəriyyəti ərəb dilindən götürülmüşdür bu əməli yazıların adları. Ərəb sözü olub bir şey, əsər, tamaşa, konsert, film haqqında fikir, mülahizə söyləməkdir. Testlərə düşür. Deməli, rəy ərəb sözü olub bir şey, əsər, tamaşa, konsert, kino, film haqqında fikir, mülahizə söyləməkdir. Rəyin yazılmasına verilən tələblər nələrdir? Rəyin başlığında onun nəyə və kimə verilməsi göstərilir. Başlıq hissənin altında, ortada böyük hərflə rəy sözü yazılır. Yeni sətirdən rəyin ümumi məzmunu şərh olunur. Haqqında rəy yazılan şey, hadisə, fakt, təhlil olunur. Onun müsbət və çatışmayan cəhətləri göstərilir. Rəyin nəticəsi, rəyin müəllifi müəyyən nəticəyə gələrək öz təklif və tövsiyələrində bildirir. İmza, rəy tamamlıqdan sonra rəyçi imzasını qoyur, adını və soyadını, titulunu qeyd edir. Tarix, sonda 6-cı, rəyçi imzasının altına ayın tarixini bütöv şəkildə qeyd edir. Bax, nümunə. Fikir verin. Deməli, Hüseyin Əli Hüseynoğlu'nun gənc futbolçularda maksimum aerob dözümlülüyün tədqiq mövzusunda yazdığı magistr dissertasiyasını rəy verirsən, onun müsbət, mənfi tərəflərini qeyd edirsən. Bax, fikir verin. Yenə burada sağ tərəfdə rəyçini kimdirsə, rəyçi, onun işi nədirsə, bax, Ümumi İdman Fiziologiyası Kafedrasının dosenti biologiya elmləri namizədi kimdir? Bu rəyçi Əliyev. Bax, fikir verin, soyadı, atasının adı və sol tərəfdə də tarix qeyd olunub. Rəy deməli nə oldu? Ərəb sözü oldu. Yəni bir şey, əsər, tamaşa, konsert, kino, film haqqında fikir, mülahizə deməkdir. Yəni sən onun müsbət, mənfi nəticələrini söyləyirsən. Bir müəllim bir şagirdə rəy verər, direktor verə bilər, hansısa bir yazıya rəy bildirə bilərsiniz. Aha, baxaq protokola. Protokol Yunanca protok.
İlk vərəq kolos yapışdırmaq sözlərinin birləşməsindən düzəldilmişdi. Kollektivdə keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı və iclasın gedişini nizamlamaq üçün sədr və katib seçilir. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı sənəd protokol adlanır. Deməli, nədir protokol? Protokol Yunanca ilk vərəq kolos yapışdırmaq sözlərinin birləşməsindən düzəlmişdir. Konfrans, toplantı, yığıncaq, iclasın gedişatını nizamlamaq üçün deməli nə seçilir? Sədrlə katib. Deməli, forma və məzmununa görə protokollar bir və ya bir neçə məsələni əhatə edir. Protokolun tərtibi və yazılışı aşağıdakı kimidir. Deməli, birinci, protokol sözü yazılır və onun nömrəsi vərəqin ortasından qeyd olunur. Baxın, protokol nömrə 1. Deməli, birinci bu. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer. Deməli, ikinci gəlir, bu harda keçirilir, tarixi. 2017-ci il aprel 15-də Gəncə şəhəri 3 nömrəli məktəbin 8-ci sinif şagirdlərin ümumi iclası oldu. İclasda sinifdə təhsil alan 23 şagirddən 22-si sinif rəhbəri Abdullayev iştirak edirdi. Fikir verin. Tarix qeyd olundu, təşkilatın adı, yığıncağın keçirildiyi yer. Üçüncü, iclasda neçə nəfərin iştirak etməsi göstərilir. Sonra sədr və katib seçilir. Gündəlik məsələlər nələrdir? Bax, eşidildi. Bax, fikir verin. İclasın gündəliyi. Nədir gündəlikdə duran məsələlər? Protokol sözündən sonra bax, iclasın gündəliyi yazılır. Sinif şagirdlərini Arif Həsənov və Səməd Əliyevin Respublika Olimpiyadasında iştirakı eşidildi. Müzakirə olunan məsələ haqqında sinif rəhbəri hesabat verdi. Çıxışlar. Kimlər çıxış eləyirsə, bax, fikir verin. Həmişə dərsə hazır gəlmələrinə, fizika fənninin sirlərinə yaxşı bələd olmalarına söz açdılar. Və sonda qərar verildi, fikir verin. Və qərar nə idi? Olimpiyada iştirak edən şagirdlərin mükafatlandırılması üçün məktəb direktoru qarşısında məsələ qaldırsın. Burada da sədr kimdir, katib kimdir? Bax, onlar imzası, fikir verin, adı, soyadı, imzası qeyd olunmalıdır. Burada da verilib ki, yenidən onu biz yazaq. Deməli, protokol sözü yazılır, sonra iclasın gündəliyi, eşidildi, çıxışlar, qərar. Bax, gəlin aşağıda biz də bunu yazaq. Deməli, protokol, məsələn, protokol nömrə, məsələn, 6 yazaq. Protokol nömrə 6 yazaq. Sonra protokol nömrə 6 yazılandan sonra nə yazılır? İclasın gündəliyi, eşidildi, çıxışlar. Deməli, protokol nömrədən sonra iclasın gündəliyi sözünü yazıram. Baxın, burada iclasın gündəliyi. İclasın gündəliyi. Sonra nə yazılmışıq? Sonra eşidildi. Eşidildi. Eşidildidən sonra nə var? Çıxışlar. Demək, iclasın gündəliyi eşidildi, sonra çıxışlar. Kimlər çıxış edib, onlar qeyd olunur. Çıxışlardan sonra nə var? Qərar. Qərar. Aha, deməli, ardıcılıq bu şəkildə gedir. İclasın protokolun nömrəsi, iclasın gündəliyi, eşidildi, çıxışlar. Deməli, eşidildi birincidir, çıxışlar sonradır. Və sonda qərar. Bu qədər digər əməli yazı nümunələrinin də izahını verəcəm. Çox təşəkkür edirəm hər birinizə.